hamilə qadının verə biləcək xüsusi qüsul forması varmı? Mən bilirəm ki, qüsul forması bir cürətdədir. Bilirsiniz, qüsul deməkdir, amma hamilə qadın, ümumiyyətlə qadınlara bir neçə qüsurlar var. Heyz qüslu deyirlər ona, doğumdan sonra nifas qüslu deyirlər ona. Bu istihaza qüsurları var. Onları gərək o qadın ayırt eləyə bilə və o qüsurların formaları eynidir. Necə məsələn biz qüsl edirik, əvvəl niyyətdən sonra başa tökürük, sonra sağ tarafa, sonra sol tarafa, elə haman eyni qüsüldür. Fəqət niyyətində fərq var. O niyyətini də o vaxtında biləndən sonra qüsulların belə də eləyəcək. Quran qədrini soruşur. Nə qəbir əzabı? Sual verib, xahiş edirəm cavablarınızı. Quranda qəbir əzabı yoxdur ki, kim çıxardı bu ortaya qəbir əzabını? Məsələ belədir ki, qəbrin birinci gecəsi və qəbir əzab söhbəti əlbəttə var. İnsan gözünü yumandan sonra ruh ki xaric oldu, ondan sonra əgər müqəssirdirsə əzab başlayır. Məsələn, biz hədislərdə oxuyuruq, Həzrəti Peyğəmbər deməli, ən gözəl bir səhabəsi deməli, onu qəbrə qoyanda Həzrət özü də düşdü onun yanında, biraz uzandı. Sa'd ibn Muaz adlı bir sahabə idi. Biraz uzandı onun yanında, ondan sonra çıxdı. Dedilər, ya Resulallah, belə nə elədin? Dedi, Sa'di qəbr sıxdı və mən onun yanında uzandım ki, qəbr əzabından biraz onlar, yəni mənə görə həya eləsinlər və yəni onu keçsinlər. Qəbr iki yerdə insanı sıxar. İki yerdə o sıxmaq, əzabdan əlavə iki yerdə sıxıntı olar. Birisi ailədə bədraftar olmaqdır. Məsələn, kişi öz ailəsində bədraftar ola, görürsən ki, həyətdən gələndə uşaqlar bir-birinə işarə eləyərlər ki, səs gəldi falan, məsələn. Yəni, o qədər əzacil ola, o adamı qəbir sıxar, ailədə mehribançılığı olmasa. Bir də sidikdən qorunmayan adamı qəbir sıxar. Yəni, murdar. Aydın. Şeytandan qurtulmaq üçün bir ayə varmı? Ondan necə qurtulaq? Namazdan sonra qəlbimizə küfür, inamsızlıq salmasın. Təkcə ayə ilə yox, yəni Quranda şeytandan Allaha pənah aparıram deyə ayələr var. Yəni burada ayədən daha çox, nəyisə oxumaqdan daha çox insan həqiqətən əməli şəkildə pənah aparması lazımdır. Allaha sığınması qəlbən, yəni qəlbində bu halın yaranması önəmlidir. Dildə nəyinsə deyilməsi yox. İnsan qəlbən həqiqətən də Allaha arxalanarsa, Allaha sığınarsa, ona şeytanın həmlə eləməsi mümkünsüz olar. Yəni insan başa düşməlidir ki, o qüdrətli bir Allah tərəfindən yaradılıb və Allahın qüdrətinə sığınan insan hər hansı bir güclə qarşı-qarşıya dayanarsa, ona qələbə çalar. Yəni Allahdan qeyrisinə sığınmaqla insan məğlub olar. Həzrəti Yusufin quyuya atılması hadisəsində deyirlər ki, Həzrəti Yusuf baxdı qardaşlarına və təbəssüm yarandı onun üzündə, güldü və qardaşları soruşdu ki, biz səni quyuya atdığımız zaman nəyə gülürsən? Həzrəti Yusuf buyurdu ki, mən bir zaman sizə baxıb arxalanmışdım. Demişdim, mənim bu qədər qardaşlarım var, kim mənə nə ziyan vura bilər? Amma iş belə gətirdi ki, indi sizin əlinizlə quyunun dibinə düşürəm. Mən indi başa düşdüm ki, qüdrətli olan Allaha sığınmağım daha yaxşı idi. Yəni orada Allah onu nəsihət elədi ki, hətta bəzən Allahdan qeyrilərinə arxalanmaqla Allah belə bir hadisə çıxartdı qabağına ki, onların əli ilə quyunun dibinə düşdü. Yəni insan qüdrətli olan Allaha sığınarsa, bütün əməllərində ona təvəkkül eləyərsə, şeytanın insana hücum eləmək cəsarəti olmaz.